İslam ilk yayılanda din şəraitdə könüllü prinsip əsasında yayılırdı və həm Peyğəmbərimizin dövründə, həm də ondan sonraki 4 Rəşidi xəlifənin dövründə İslamı yaymaqla onlar savab iş görmək, həqiqi bildikləri dini inançları yaymaqla, dediyim kimi, savab qazanmaq istəyirdilər. Ancaq sonraki dönemdə Muaviyə və onun ardıcılları Əməvilər sülaləsinin dövründə bu könüllü prinsipi heç də gözlənmirdi, Albaniyada da heç gözlənmirdi. Çünki dediyim ki, Ərəb xilafətinə Albaniya vacibdir. Hərbi strateji cəhətdən Dərbənd keçidində Albaniyanı möhkəmləmək olmazsa olmaz. Çünki indi Albaniyanın şimalında Xəzərlər böyük imperiya yaradıblar. Yeri gəlmişlər Xəzər xaqanlığı həmin dövrdə 7-9-cu əsrlərdə Ərəb xilafəti ilə 100 ildən artıq müharibə aparmış və çox zamanda uğur qazanmış. Bəsrəyə qədər gedib çatmış böyük hərbi gücə malik dövlət idi və indi Xəzər xaqanlığının hücumlarının qarşısını almaq üçün bu bölgədə İslamı zor gücünə yaymaq lazımdır. Və biz bəzən qılış müsəlman ifadəsinə qarşı gəlirik ki, yox, bunda isə başqa anlamdır. Xeyr, biz həmin dövrdə Azərbaycanlı əhali, yerli türk əhali, artıq xristianlığı qəbul etmiş əhali qılınc gücünə İslamı qəbul etmək zorundaydı və alternativ nə idi? Ya İslamı xoşluqla qəbul edəcəksən, ya da zorluqla qəbul edəcəksən. Yəni, istəmirsən, məsələn, ilk gələndə ərəblər Aturpatakanla o Cənubi Azərbaycan ərazisinə şərt qoyurlar ki, kim İslamı qəbul edir, etsin. Xristiyanlar, Yahudilər cizyə ödəyəcək, qala bilir. Ancaq ateşpərəstlər nə qədər sərvəti var, götürüb gedə bilər. Və ateşpərəstlərin bir hissəsi köçdü getdi Hindistana, Gujarat ştatına. Bax, ateşpərəstin müqəddəs kitabı Avesta oxucularımız yəqin bilir. Həmin Avestanı 18-ci əsrdə Fransız Louis Duperron Hindistandan aparıbdı. Sonra Avropa oxucusu, Fransız dilinə tərcümə ediləndən sonra da tanış oldu. Hindistanda ateşpərəstlər nə gəzir? Həmin ərəblərin dövründə, ərəblərin qoyduğu şərtə uyğun olaraq ki, siz ya İslamı qəbul edin, ya da köçün gedin. Bunlardan bir hissəsi köçüb getdi və orada öz dinlərində qaldılar ki, Hindistanın çox böyük mütəfəkkiri, Millətçilik hərəkatının iki liderindən biri Cəvahirləl Nehru ilə yanaşı Mahatma Gandhi'dir ki, həmin Mahatma Gandhi ateşpərəst o dininin daşıyıcısı olubdur. Bunu ona görə deyirəm ki, daha sonraki dövrdə siz istəyirsiniz, köçün gedin, yox, hökmən İslamı qəbul etməlisiniz. Qarabağda, Qazax bölgəsində, indiki İrəvan bölgəsində isə şərt belə qoyuldu ki, siz İslamı qəbul edib burada müsəlman kimi yaşaya bilərsiniz, ya da erməni kilsəsinə tabi olmalısınız. Bu incə məqamdır, bunu açmaq istəyirəm. Ermənilər xristiyanlığın ayrıca bir məzhəbinə, Qriqoryanlıq məzhəbinə tapınırlar və o da təkcə ermənilərdir. Yəni, Qriqoryanlıq məzhəbində olanlar təkcə ermənilərdir. Yəni, erməni etnik kimliyinin dini kimliyi aslında üst-üstə düşür. Bax, bu məqamı yadda saxlayaq. Albaniyada və Gürcü çarlığında pravoslavdılar. Yəni, daha sonraki dövrdə Bizans kilsəsinin o pravoslav ki, 1054-cü ildə ayrılacaqlar pravoslavlar katolikliyə. Bax, o 5-ci, 6-cı əsrlərdən burada Bizans kilsəsinin təsiri, gələcək pravoslav adlanacaq məzhəb daşıyıcıları idi. Bax, bu Albaniyadakı pravoslav xristiyanların qarşısında indi 704-cü ildə rəsmən Alban kilsəsi erməni kilsəsinə, Qriqoryan kilsəsinə tabi edilir. O vaxtdan 704-cü ildə. Və indi Alban kilsəsi xristiyanlığa itaət edənlər, xristiyanlıq məzhəbinin daşıyıcıları seçim qarşısındadır. Ya erməni Qriqoryan məzhəbinə keçməlidir, ya da müsəlmanlığı qəbul etməlidir.
Ve bu zaman Alban əhalisinin böyük əksəriyyəti İslamı qəbul etdi. Niyə Hristiyan Qriqoryan məzhəbinə keçmədi və yaxud da ki, az hissəsi keçdi? Bunun səbəbi belədir ki, ümumiyyətlə səmavi dinlərin bir-birinə münasibəti düşməncəsinidir. Hristiyanlıq Yahudiləri İslamı kafir sayır, əsl din adamı saymır. Yahudilər bunların ikisini də saymır. Siz bilirsiniz də İsa Peyğəmbərin çarmıxa çəkilməsi o Yahudi din adamlarının da fəal iştirakı ilə baş vermişdi. Sonra onun həvarilərinin təqib edilməsində də yenə Yahudilər böyük rol oynayıblar və Hristiyanlar da bilirsiniz də İsa Peyğəmbərin o 13-cü həvarisi İudanı xain kimi, xəyanətkar kimi bu günlərdə lənət deyirlər. Bu öz yerində. İndi mən müsəlmanları da nə Hristiyan, nə Yahudi qəbul eləmir ki, bunlar əsl tək Allahlıq dininə sitayiş edənlər deyil ki, bunları mən niyə deyirəm? Yəni, dinlər arasında münasibət düşməncəsinidir. Ancaq bununla belə, xüsusən bizim İslam dini həm Yahudilərə və Hristiyanlara öz dini məzhəbində qalmağa icazə verirdi. Ki, siz Allahın təkliyini qəbul etdiyinizə görə sizə güzəşt eləyirik. Öz dininizdə qala bilərsiniz, ancaq sakit öz dini inancınızı icra edəcəksiniz. İslam dövlətinin qaydalarına uyacaqsınız, vergisini verəcəksiniz və öz dini ehkamlarınızda özünüzdə biz bilirsiniz də həm sinagogу müsəlman aləmində, həm də kilsəni Allahın evi kimi tanımışıq və böyük ehtiramla onların qorunmasını, ora sədəqələr yığılırsa, onun da mühafizəsini hər bir İslam dövləti qorumağı özünə borc bilibdir. Həm Hristiyan xadimləri, həm Yahudi rabbinləri vergilərdən azad edilibdir. Bu İslam dünyasında bu var.